إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم آت نفوسنا تقواها وزكها أنت خير من زكاها أنت وليها ومولاها. Mübarək Ramazan ayının 24-cü gecəsinə gəldik, çatdıq. Bu gecə 24-cü gecədir. Və Allah subhanahu ta'ala bizlərə Ramazan ayında ibadətlərə müvəffəq etməsi üzərimizə olan ən böyük nimətlərdən birisidir. Ən böyük nimətlərdən birisidir ki, Allahın səni, ey müsəlman, ibadətə müvəffəq etməsi və buna görə Rəbbinə həmd et. Və sonra bu Ramazan ayının möhtəşəmliyindən də birisi odur ki, bizlərə davamlı şəkildə ibadətdə olmağı öyrədir. Davamlı şəkildə ibadətdə olmağı bizlərə öyrədir, alışdırır. Yəni, vaxtımızı səmərəli keçirməyə Ramazan ayı bizə öyrədir. Yəni, Allah subhanahu ta'ala bu ayda buyurduğu əməllər, xüsusən başda oruc olmaq şərti ilə və bu ayda edilən əməllərin dəyərini bildirməsi ilə və bu ayda edilən əməllərin qeyri aylarda olan əməllər kimi olmadığını deməsi ilə, yəni bizi bütün bunlara həvəsləndirməsi ilə Allah subhanahu ta'ala bizə vaxtımızı səmərəli keçirməyi öyrədir. Hətta, çünki biz gündüz vaxtı davamlı şəkildə oruç tutayıq. Durmadan, ta axşama qədər. Axşam gələndə bilirik ki, bizi yenidən ibadət gözləyir. Təravih namazları, gecə namazları və s. Yenə gündüz vaxtı oruca qayıdırıq. Axşamdan bilirik ki, səhər yenə bizi oruc gözləyir, ibadət gözləyir. Və ibadətli olduğumuz əsnada çalışırıq bu ibadətlərimizi qoruyaq və zikirləri, duaları çoxaldırıq. Niyə? Çünki bilirik ki, Ramazan ayı, Ramazan günləri nədir? Sayı bəlli olan bir günlərdir və tez ötüb keçəcək. Onun üçün çalışırıq ki, vaxtımızı bu günlərdə boşa sərf etməyək. Çünki bu günlərdə edilən salih əməllər digər aylarda edilən salih əməl kimi deyil axı. Sənin bu ayda, Ramazan ayında Subhanallah deməyin, digər ayda Subhanallah deməyin kimi deyil. Sənin bu ayda qıldığın 2 rəkət namaz, digər ayda qıldığın 2 rəkət kimi deyil. Sənin bu ayda etdiyin sədəqə, digər ayda etdiyin sədəqə kimi deyil. Demək ki, sanki bir həyəcan var insanda, özündən asılı olmayaraq istəyir ki, əməllər etsin. Və hətta birdən nədənsə geri qalanda tələsir, deyir ki, bax, filan əmələ gecikdim, filan əməldən geri qaldım. Beləliklə, Allah subhanahu ta'ala bu Ramazan ayı vasitəsilə bizlərə nədir? Vaxtımızı səmərəli keçirməyi öyrədir. Allah subhanahu ta'ala deyir ki, فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَى رَبِّكَ فَرْغَبْ Allah ta'ala buyurur, işlərini bitirdikdən sonra fansab, yəni Allah yolunda çalış, Allah'a ibadət et və Rəbbinə üz tut. İşlərini bitirəndən sonra, yəni fikir, fəizə fərağt, boş olandan sonra, yəni bəli insanın dünyavi bir işləri ola bilər, ailə üçün çalışırsan, ruzi üçün çalışırsan, bu zərurətdir, ailənin haqqı var və s. valideynin haqqı ola bilər. Yəni burada sən vaxt sərf edirsən, boş deyilsən indi. İndi boş deyilsən, çünki çalışırsan. Dünyanın üçün çalışırsan, zərurətdir bu. Sonra Allah təala deyir ki, boş olduğun zaman fansal.
İndi Allah yolunda çalış. Görün, Allah Subhanahu taala bizə vaxtı necə səmərəli istifadə etməyi öyrədir. Hətta o boşluq olduğu zaman o boşluq səni tutmasın. Özünü boşluğa buraxma. Dünyanı çalışdın mı? İşin, gücün bitirdin mi? İndi boş vaxtdasan. İndi həmin boş vaxtı faydasız, səmərəsiz keçirmə. Allah yolunda çalış. İbadətə ver özünü, zikrə ver özünü, dualara ver özünü. Yəni vaxtın qiymətini, dəyərini bil. Vaxtın qiymətini, dəyərini bil. Və əksər insanların azmasına səbəb olan səbəblərdən də birisi vaxtlarını səmərəsiz keçirmələridir. Elə ki, məsələ dünyalarınla məşğul olurlar, tutaq ki, sonra azad olduqda, vaxtım gelmişdi, nə edim? Baxırsan ki, həmən bu boşluq onlara fucur qapıları açır, günah qapıları açır, haram qapıları açır. Halbuki, o vaxtdan istifadə edib, Rəbbini zikr edib, Rəbbini xatırlayıb, elmlə məşğul olur, zikirdə məşğul, nə qədər fayda əldə edə bilər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, "Ni'mətani məğbunun fihimə kəsirun minən-nas, as-sihhatu vəl-farağ." Deyir ki, iki nemət var ki, insanların bir çoxu o nemətlər barədə aldanışdadır. Aldanışdadır. Çünki bilmirlər o nemət olduğu və bilmirlər o neməti necə sərf etsinlər. Deyir ki, sağlamlıq və boş vaxt. Çelbər, həmin iki nemət nədir? Hansı ki, insanlar onun barəsində aldanışdadır? Sağlamlıq və boş vaxt. Bax, budur, boş vaxt. Fəizə fərağtə fansa. Boş vaxtın olan kimi çalış. Allah yolunda çalış. Allaha ibadət et. Vaxtını səmərəli keçir. Dəyərli keçir vaxtını, hədər etmə. Hədər etmə vaxtını. Sən sorumlusan bundan. Eyni zamanda vaxta görə sorumlusan. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, İğtənim xamsən qablə xams. 5 şey gəlmədən öncə 5 şeydən istifadə et. İğtənim xamsən qablə xamsin. 5 şeydən öncə 5 şeydən istifadə et. Şəbəbəkə qablə həramik. Cavanlığından istifadə et, qocalıq gəlmədən öncə. Səhhətəkə qablə məradik. Sağlamlığından istifadə et, xəstəlik gəlmədən öncə. Ğinəkə qablə fəqrik. İmkanından istifadə et, var dövlətindən, kasıblıq gəlmədən öncə. Fərağəkə qablə şuğulik. Boş vaxtından istifadə et, məşğuliyyət gəlmədən öncə. Və həyətəkə qablə mövtik. Və həyatından ölüm gəlmədən öncə. Baxın, bu cür mərhələ biz bu şeylərə diqqət etsək, bütün həyatımızı səmərəli keçirməyə bacararıq. Bütün həyatımızı cavanlığından istifadə et, gücündən, qüvvətindən, çünki qocalıq gələcək. Cavanlıqda edə biləcəyini qocalıqda edə bilməyəcəksən. Əldən buraxma bu cavanlığı. Qocalıq gələcək. Sağlamsan indi, xəstəlik gələcək. Sağlam vaxtı edə bildiyini xəstələndə edə bilməyəcəksən. İstifadə et. İmkanın var indi. Allah sənə imkan verir. Ondan istifadə et Allah yolunda. Sonra o imkan əlində olmayacaq. Ola bilər başqalarına sən özün möhtac olasan. Amma indi əlindədir o imkan. Et bunu. Sonra ola bilsin edə biləsən, amma yox, imkan olmasın səndə. İstifadə et. Və boş vaxt. Boş vaxtından istifadə et. İndi boşsan. Əməl et. Çünki məşğuliyyət gələcək. Məşğul olacaqsan. Xüsusən məşğul olduğun zamanda yenə boş vaxt olur, o boş vaxtdan istifadə et, bilirsən ki, yenə məşğuliyyətə dönəcəksən.
Yenə məşğul edək. Həmin bu Ramazan ayı bizə öyrədir bunu. Necə vaxtımızı dəyərli, səmərəli istifadə etməyi. Odur ki, vaxtınızın qədrini bilin. Vaxtınızı zay etməyin. Hədər keçirməyin. Məsələn, baxırıq, bu zamanda əksər insanların vaxtını məşğul edən nədir? Telefon. Baxırsan, saatlarla videolar izlənilir, şəkillər izlənilir. Halbuki bu vaxt yəni sənə fayda olaraq qayıtmır. Yəni insan, ağıllı insan baxmalıdır, vaxt sərf etdiyi şey ona elmini artırır mı? İmanını artırır mı? Ruzisini artırır mı? Heç olmasa dünya cəhətdən də faydası yoxdur. Elə deyil mi? Sən otur, saatlarla o telefondan o şeyləri, videoları izlə, sənin ruzini artacaq mı bununla? Yox, sağlamlığın da artmayacaq əksinə. Elə deyil mi? Məsələ gedib o 1 saat, 2 saatın əvəzinə 2 saat idmanla məşğul olmaq daha faydalıdır. Elə deyil mi? Heç olmasa idmanla məşğul olarsan, bədəninə nədir? Sağlam olarsan, üstəlik niyyətdə edə bilsən ki, mən Allah yolunda bunu sabahsın cihada çağıldıqda mən hazır vəziyyətdə olum. Əlhəmdülillah, bu da bir növ ibadət olmuş. Amma bu telefonda oturursan, saatlardan başında aşağı əyirsən. Fayda nədir? Nə əldə edirsən? Həmin vaxtı, özdə, bu, yəni, hər gün təkrar olan bir şey. Hər gün. Bax, insan öz vaxtını necə zay edir? Həmin hər gün o telefona sərf etdiyi o vaxtın 1/3 hissəsini Qur'ana versə, elmə versə. Bax, 10 dənə hədisi götür, hər gün təkrar elə. Bir ay 10 hədis üstündə qal sadəcə. O hədis səndə artıq otursun, əzbər bilmə. Bu faydadır, sən artıq bilmiş olursan, müəyyən bir şey əldə etmiş olursan. Amma yox, faydası olmayan şeylərdən vaxtını keçirmək, Allah qorusun, bu hətta yəni məhrumiyyət ola bilər, Allahın bəlkə də o insandan üz döndərməsi ola bilər. Yəni, bəzən elm əhli deyir ki, Allahın insandan üz döndərməsinin əlamətləri var. Əlamətləri var. Yəni, nə zaman biləsən ki, Allah səndən üz döndərir. Allah qorusun, bu ağırdır. Əlamətlərdən odur ki, sən əgər görsən ki, sən boş-boş şeylərdən məşğulsan, ki, Allah səndən üz döndərir. Bil ki, səndən Allah üz döndərir. Çünki Allah səni, yəni sən özünü istəməməsən, Allah səni müvəffəq etməyir. Hətta Allah təala Peyğəmbərinə belə əmr edir. Bu kimi insanlardan üz döndərməyi, o ki, qaldı Allahın özü. Allah təala fə'arid ammən təvəllə an zikrinə və ləm yurid illəl həyətəd dünya. Allah təala buyurur, üz döndər o şəxsdən ki, bizi zikr etməkdən uzaq durub və yalnız istəkdə dünya həyatıdır. Dünyadan başqa da bir şey istəmir. Yəni, vaxtını boş şeyə sərf edən mənası odur ki, bu faydalı şey istəmir. Və yaxud bunun istəyi ancaq dünyadır. Allah təala deyir, üz döndər. Mənası o deyil ki, sən dünyanla məşğul olma. Dünyanla məşğul ol, haqları yerinə yetir. Ailə haqqı, ruzidir və s. Amma bundan sonra iş, yəni müsibət oradadır ki, insan məsələn gedir, işləyir. Dünyasından görə, sadəcə sırf dünya. Sonra gəlir, elə bilir ki, yəni bu ibadət edir. İndi əksinə deyir ki, mən işimi gördüm, ya gedir boş-boş harasa gəzir, ya faydasız, səmərəsiz şeylərlə məşğul edir özünü. Xeyr, belə deyil. Allah təala buyurur: "Vabtaghi fima ataka Allahu ad-daral axirah və la tansa nasibaka minəd-dunya." Allahın sənə verdiyi ilə axirət həyatına can at. Axirət həyatını istə. Və dünyadan da nəsibini unutma. Bəli, dünyadan da Allah təala nəsibini unutma. Yəni, o zahidlərdən olma ki, biz uzaqıq o zahidlərdən əslən, amma Allah təala sanki deyir ki, tamamilə haqları unudub, bütün özünü ibadətə vermə. Nə mənada? Yəni,
Mesela bütün günü oruç ve bütün gecende ibadet, kıyam, durmadan. Bu belə olarsa, yani senin üzerinde olan şəxslərin haqları nədir? Unudula bilər, tərk oluna bilər. Buna görə yəni Allah Teala buyurur ki, sənə verilən şeylərlə axirət yurduna canat, əsl budur. Lakin dünyanı da unutma, o mənada ki, əgər boynunda valideyn haqqı varsa onu yerinə yetir, zövcə haqqı varsa onu yerinə yetir, uşaq haqqı varsa onu yerinə yetir. Onların hamısını kənara atıb, mən Rəbbimə ibadətə qatılıram deyə onların haqqını zayi etmə. Halbuki onların haqqını da Allaha görə yerinə yetirmiş olsan nə olur bu? İbadət olur. Belə ki, müsəlman bütün həyatını ibadətə döndərə bilər. Bütün həyatını ibadətə döndərə bilər. Baxmayaraq ki, ibadətlər fərqlidir. Mərhələ-mərhələdir. Biri digərindən üstündür. İbadət var, orada birbaşa zikir var. İbadət var, orada birbaşa dua var. İbadət var, orada sadəcə niyyət var. Və sadəcə getmək var, gəlmək var. Niyyətlə bərabər ibadət hesab olunur. Və yaxud dediyimiz, məsələ, ailənin haqqı kimi. Odur ki, əlhamdülillah bu möhtəşəm Ramazan ayı bizə öyrətdiyi böyük məsələlərdən də birisi vaxtın dəyərini bilməkdir və vaxtı səmərəli istifadə etməkdir. Allah subhanahu ta'ala bizləri vaxtını səmərəli istifadə edənlərdən etsin. Allah azza və cəllə bizim təqsirlərimizi bizə bağışlasın və ibadətlərimizi bizdən qəbul etsin. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və ashabihi ecmaîn.